Sanırım ikinci hissədən siz yenə şəhsiniz. Mən Cəmaləddin Mehdiyev izləyicilər nəzərinizə çatdırmaq istəyirəm ki, demək Azərbaycan çempionatında meydanda mübarizə aparır. Diyamlaşım komandası rəqibi isə Yenibaşı komandası ilk hissənin əvvəllərinə Şimşək kimi başladı. Yenibaşı komandası vurulan 3 golun bəhrəsi və nəhayətində isə hissənin sonlarına yaxın Yenibaşın rəqibini çarmıxa çəkdi. Vurulan 3 gol bərabərlik gətirdi ilk hissədə və ikinci hissədə isə iki komanda uğurlar. Meydan tərk edir. Orada hazır ol. Hücum şansı. Harekette hazır ol. Suat isteme topu. Kabağa şey. Yakına gelme biraz. İsmail sen harekette iste. Gel. Bravo. Şimdi Məmmədov. Yusif Cəfərov idi bu. Dur. Mert. Korkusu bekliyor. Mert. Sen kesebilmiyorum şu anda burada. Hücum şansı Yenibaşı üçün. Qapıya da zərbə. Burada Gözleme. Onur qəhrəmanlığın edəcək heç yox idi. Çatkal qabağı. Sadəcə Qoy evlə oynasın. edir və belə sevindi. Dördü hesabı yenidən dəyişilir. Yusuf. Yenibaşının lehinə dəyişilir. Davay artırır hey. Suat kasaba verme bravo. Mert sen de. Gel. Ver ucuna. Oy, ehtiyat olmaq lazımdır. Qayda pozuntusu qeydə alınır. Qayda pozuntusu qeydə alınır. Atın. Suat hazır ol. Kayda topu yok. Mərd Ağazadə. Mərd Ağazadə qapının üstündən keçir. Toxunuşu bu zərbəsi. Ömer orta top işte Ömer. Get Ömer. Yok Ömer oradan. İsmail qapıya da zərbə gəldi Mərd Ağazadədən. Şimov. İsmail Mert kaydırır. İşte Mert. Yusuf kemeyle. Yusuf yakın oyna Yusuf. Kal kabanından. Karşıdan mesafe Şansı verme. Hüseyin Məmmədov. Ötürməkdir, hücum şansı. Əla gəldilər. Dirək. Hüseyin Məmmədov və qapçı da. Onur qəhrəmanlı. Burnuna dəydi. Dokunuş. Qapçı vuruşa Yenibaşı adına topa ilə daxil etmək lazımdır. Ursadıqlı. Səfərov. İsmail Həşimov. İsmail çox istedadlı futbolçudur. Ursadıqlı. Qəbul etdi. Bakın hücumu. Həşimov. Ursadıqlı. Qapıya da zərbə gəlir və Onur qəhrəmanlı.
Şimal. Gözlə, gözlə çıxsın da, çıxmıyor. Görürsün, biraz Koyda yok, koyma. Suat, kalk komanda, Suat. Uzun şansı və Suat qəhrəmanlı. Gözlə, gözlə. Ha, bir gəlsin. Yusuf. Ki, sen de razısın ya. Qapıyor da zərbə. Çağır sonra da, çağır sonra. Yusuf, buradan tepkiye vuruyorlar. On babanın bu karşılamalı diyor. Dur. Dur, geçmesin. Tələsmə, dur. Hamız meydanında. Bir tane təkrar yoxdur, yoxdur, yoxdur. Bu qeyd olunmuyor bizim protokolda. Ahmetcan, Uğur karşına tez. Nə oldu? Vursadıqlar. Bağsına tez toxunuş. Allah görürsün, palipon tutmuşsa. Görmüşsün sen. 5-3. Salasan və 2 topa qalxır. Tələsmə. Aşımov! Sen niye vurursan? Tələsmə. Səbirli olmaq lazım idi. Daha rahat nöqtə idi. Heç kim ona mane olmurdu deyək ki. Bu anda o topu qapıcıya vurur. Ömer. Qapısının da qorduğu çərçivəyə Ver onlara. göndərə bilmədi qapısını. Bravo. Qorduğu nöqtəyə vurur. Ramiz, gelen topa beden bir dön. Təəssüf, o gol. Olsaydı Ramiz, yine itirən qaytarma bu olardı tarafa onda. geç, bu tarafa, aşağı ol. Amma ki, Suğa kesmesin. Gel, Mert artır. Atılma, artır gibi. Uğur, mesafe versen, hücum şansı. Çakdaş kesir seni. Kısa 5-3'dür. Qapıya zərbə, bu da 6-3. Yeni Bakı komandası hesabı möhkəmlədir. 5-3. İndi 6-3. Şey. Tezele. Hücum şansı. Tez. Bravo. Suat beş koy ayağını. Bir daha qeyd etmək istəyirəm. Meydanda Sonra Allah Lazatla qorusun. Dinamo Yeni Bakı hesab 6-3'dür. İleride Yeni Bakılılar. Hareket ele. Bir nefer artık oynuyorsun. Değil. Biraz ifade edin onunla. Gelme Suat, sen gelme. Arka gözüne. Ömer. Hareketsiz oluyor ama. Hücum şansı İsmail Şimov. Şimov əla sıyrıldı. Meydanda gladiator kimi mübarizə aparır. Həqiqətən də Şimovun oyunu bu günləri füsunkardır. Oxşayandır. Hareket ele, sen hazır ol. Başqa səviyyədə Ver. aparır. Həqiqətdir. Mənə itiraz lazımdır nə bir şey. Vursadıqlı. Türmə etdi qapıcı sanki. Vursadıqlıya sağ pas. Türmə etdi. Ömer. Nerede Azad ayağa qalxır? Amma Yeni Bakıya qarşı Şey. Uğur. futbolçularına qarşı qayda pozulmuşdu. 19. Tərs toxunuş, 2-cü zərbəsi olacaq.
Qabağında gedir qapıya. Get də yaxından sonra. Məhkəmə ilə oradan top alır. O 11'dir bəli, o 11 liqasıdır. Hüseyin, bizi atak eləyirlər. Hardasan? Bəli, o 11 liqasıdır. Sən dur. Sadıqlı, Məl, dur. Məhəd Ağazadə, Sürətsiz olsun da, partlayışsız olsun. Hüseyin. Top meydanı tərk edir. Hüseyin Məmmədov. Məmmədov. İndi. Negib indiki dəqiqədə yalnız hesab komponentində irədədir. Başqa bütün üzr istəyirəm. Yalnız hesabda irədə bütün komponentlərdə isə yalnız hesabda irəli olması, topla oynama nisbəti, bunların qurulması dinamikasının daha həvəsli göstərir. Gəl, sən gəl. Sən gəl. Təəssüf ki, Sən. Suat bir dənə boşda top. sapsa onu demir. Mesela 6-3 deyir. Suat Uğur. İsmail Haşimov çatmadı. Pressing var indi. Üzümü atılacaqlar. Bir kəsət nəticədir. Yusuf qabağa get Yusuf. Zərbə lazımdır burada Haşimovdan. Qapçı qarşılayır. Bəzən cəhd edirsən, bəzən istəyirsən. Amma sənin önünə çıxan maneələri Yaxın oyna. ya məcbur şəkildə qəbul edəcəksən. Ya da ki, bu həqiqəti varana qədər, həqiqəti anlayana qədər gecə olacaq. Budur məsələ. Məmmədov. Görmürsən niyə vurursan? Hər halıyla bizim atılan tərəfi yeni başıdır. Ömer. Zağayevin yetirmələri Ömer. Verir də pası. At qabağına. ikisi də o sərgilədiyi ikisinin ikinci hissəsində sərgilədiyi o 10-12-dəki oyunu hal-hazırda o oyundan əsər əlaməti yoxdur. Bu da sabah nəticəsini verir. 3 gol buraxıb qapısından bir atıq olmaqla Değme oyunu 2 də oyna. adı gol buraxıb 3-1. Yusuf. Gel burada top al. Belki oyna biraz. Top almağı öğren. Məşqdə necə eləyirsən? Belə elə də burada başqa cür oynayırsan. Məşqdə başqa cür. Ulu. 2 nəfər nəyə qalmışsınız orada? Açıl da bura. Üçüncü zərbəsi. Gel. Şimal. Koşul Yusuf dərəcə. Orsadıqlı ağzındadır, amma Şimovun ötürməsi isə ünvansız. Məmmədov. O isə qapını nişan ala bilmir. Gel sal yere. Alınmadı. Vur parmağınızı oynama. Hey. Məmmədov və qapıcı əl oynayır düz. Altıya gedən topu. Suat. Sen burada da. Sen bura gel. Dereceye bak ya. Dinamo Laçın komandası məğlub durumdadır. Top meydanı tərk edir. Üçüncü zərbəsi. Yan xəttdən topu oyuna daxil etmək lazımdır. Yusuf.
Pia və cərimə zərbəsi. Kimdir o yerdə qalan? Kim idi yerdə qalan? Mərd Ağazadə değil mi? Bəli. Mərd Ağazadə ayağa qalxır. Həşimov. O gəlir. İsmail. Həşimov. Ömer Məmmədov. Alınmadı. Yusuf topu al, Yusuf al. Top alın orada. Səhv. Zərbə və gol. Həşimov. 6-4 edir hesabı. Altı dört. Altı dört. Bəli, oyun qalıb. 8 dəqiqə təqribən bizim hesablamalarımıza görə. Artır. Hüseyin artır, Hüseyin. Suat artırır. Top saklayılır arkada. Sığ. Mert artır. Ver. Bizim şansı Hüseyin Məmmədov. Otur Ömer. Hüseyin. Ömer. Ömer, Zərbə, öz zərbə indirdi amma top gəlir üstüne atıl da genişle. olmadı. Yerinde kalırsa. Ömer. Gözle, durlar. Bura bak. Sağ zaçta. Topla gel. Niye bakıyorsun ona? Atıl da genişle kabağa. Gözle. Telefon sağladım. Sen al. Hazırlıyorsa zerbe pas ver. Durlar, sağ topu. Çön. Ömer. Mert sen. Resim var. Gel Suat gel. Suat Qəhrəmanlı İsmail Həşimov. Həşimov. Damar paslan. Hey Ömer paslan. Gel şey yere sal. Ver. Məmmədov. Məmmədovdan Ömər Məmmədov ötürmə. İndi top meydana gedir. Bakırlar topu düz şəkildə oyuna daxil etmədilər. Top üstə, Mert top üstə. İsmail. Ömer paslan oyna qabaqda. Ömer. Gün zərbəsi. Bizim şansı. Yeni Bakı'nın hücumu. İndi. Qəhrəmanlı. Hüseyin Məmmədov. Hüseyin. Əla ötürmə Ömər. Ömər, Suat Qəhrəmanlı. Sabah 6-4-dür, irəlidədir hələ ki. Suat Qəhrəmanlı və Onur Qəhrəmanlı. İsmail Həşimov. İsmail. Yaxşı çevrildi. Hüseyin. Hüseyinə əla keçdi. Ötürmə də yaxşıdır amma. Aynen alınmadı. İstənilən o gözəllik. Son 4 dəqiqə. Təqribən bizim saatlarımıza görə.
Ara. Üçün zərbəsi. Top meydanı tərk edir. İndi əks hücum, şans var. Ötürmə lazımdır, çox gecikdirdi. Qapçı uğraşı, bax. Bu anda. Ver. Ver dedi. Ver. Qapıya və top tordadır 6-5. Məhməd oldu. Sevinir. 2 dəqiqə hakim deyir, səhv etmirəmsə. Kesmesin İsmail, kesmesin. Altı. Ömer altı. Uzun şansı. 6-5. Ömer koşu. Ömer Məmmədov. Tamam. Gel oyna. Bey. Hüseyin Məmmədov. Ömer Məmmədov. Hüseyin. Ömer. Oynamaq lazımdır. Mərd Ağazadə. Alınmadı Mərd. Ayda pozulmayıb deyir, oynamaq lazımdır. Zərbə və gol! Ömer Məmmədov hesab beraberleştir 6-6. 6-6. 12 gol vuruldu oyunda. Hesap beraberdir. 6-6. Oyun. Dinamo-Laçından ilk hissədə. İkinci yarısını oynadığı meydanın mübarizə. İkinci hissədə, ikinci yarısını yenidən həmin mübarizəni ortaya qoyur. Əqimin qabağında diş çıxardır. Əsənə göstərişi 6-6 əzimkar oyuna görə sadəcə böyük bir 5 düşür. Ağazadə nöqtəni qoya bilərdi. Qayda pozuntusu çox. Ay Yusuf, buna deliysən. Çobud şəkildə qaydanı pozur. Bir anda Cəlmə zərbəsi. Ramiz, son. Qoyma. Məğlub olsalar belə. Onlar həqiqətən əzimkarlıq nədir? Əmin o sözü bizə başa saldılar. Yusuf. Həqiqətən də bu gün bu dəqiqədə məğlub olsalar belə yenə onlar əzimkarlıq sözünün insan halında olan nümunəsini bizə göstərdilər. Mərd hazır. Suat, Yusuf. Həqiqətən də. Qarşıla. Qapıya zərbə. Bəli, oyun bitir. 6-6 etcəvə. Komandalar bərabərliklə meydandan ayrılırlar. Məxsusən də Dinamo-Laçına böyük 5 düşür. Dinamo-Laçın 6 rəqibi olan Bakı 6 və mən reportajımı tamamlayıram. Bitirirəm. Reportaj boyunca şəkərsiniz. Mən Cəmaləddin Miki. Sağ ol, salamat qalın. Sən də salamat bax.